bir şeirdir Hacı Baba Tahir'dən. Deyir, səhraya baxanda səni görürəm, dənizə baxanda səni görürəm, hara baxsam səni görürəm, sənin camalını görürəm, sənin gözəlliyini görürəm. Bunlar şuar deyil, bunlar şuar deyil. İnşallah bu haqda ariflərin şeirlərinə, sözlərinə müraciət edin. Görün, ariflər hansı məqama çatır. Deyirsən, mən deyiləm artıq, mən yoxam. Bu cür mərifətə çatmayan insan qayıdıb Allaha bir gün minnət qoyacaq, deyəcək, mənəm bu ibadət edirəm, mən bu duanı etdim, mən bu yaxşı əməl etdim. Amma halbuki dinin son pilləsi budur ki, məniyyət qalmamalıdır, əslən mən olmamalıdır. Sən fani olmalısan Allahda, tamamilə, yəni özünü görməməlisən. Haçan özünü edə bilərsən, görməyəsən, o vaxt edə bilərsən ki, özünü görməyəsən, tamamilə qərq olasan ilahi mərifətdə. Gör, bu mərifət nə qədər yüksək mərifətdir ki, adamı sona kimi aparır və sonda qayıdıb deyirsən ki, ilahi, əslən mən yoxam, mən deyiləm şükür edən, elə sənsən mənə bu halı vermirsən, sən daha mən yoxam, hər şey sənindir. Buna deyirlər əsl bəndəlik məqamı, əsl ubudiyyət məqamı. Bu misallar çoxdur alimlərin, ariflərin həyatından. Çoxlu izahlar vermək olar bu sahədə. Quran buyurur, Əntumul fuqara ilallah. Hamınız Allaha möhtacsınız. Baxın, Allaha necə möhtacdır. Adam var, bu həddə ehtiyacı başa düşür. Biz bəli də, Allah məni yaradı. İndi çörək verməkdə, bəli, özüm qazana bilirəm. Özüm ayağım var, əlim var. Amma sadəcə Allah kömək eləsin, məsələn, bir gün işim yaxşı gətirsin. Tez gedib nəzir verir, sədəqə verir. O adam da var ki, ilahi, sən mənə çörək də vermirsən, yemək də vermirsən, ev də vermirsən, hər şey vermirsən. Amma bunların heç birini özümdən görmürəm. Məndə o qüdrət yox idi, bunları sən vermirsən mənə. Bu istedadı da sən verdin mənə, mən durdum ayağa getdim pul qazanmağa. O qazancı da sən çıxartdın rastıma. Bu ən yüksək mərifətdir. Din bu mərifətə insandan, bu mərifətə çatmağını istəyir. Aydındır. Amma bəziləri deyə bilər, burada paradoks var, burada ziddiyyət var. Xeyr, mən varam, mən gedirəm, mən yeyirəm, mən qazanıram. Necə ola bilər ki, mən bu işləri görə deyim, Allah edir bu işi. Aha, problem buradadır. Problem buradadır ki, sən hələ özünü görürsən, yəni Allahı tanımamısan. Sən, Allah buyurur, mən sənə şax damarından yaxınam. Yəni, havadan da çox sən mənə ehtiyacın var, sənin mənə ehtiyacın var. Yəni, bütün bədənin hüceyrələri mənim iznim ilə hərəkət edir. Bütün yaxşı fikirlər, bütün niyyətlər hamısı mənim tərəfimdən səndə icad olur. Aydındır. Sadəcə sən elə bilirsən, o sənindir. Sadəcə mən bir dənə, Allah elə bil buyurur, mən bir dənə sən yaratmışam, sən elə bilirsən, o mənəm. Yəni özün, o sən elə bilir ki, özünündür. Aydındır. Yəni Allah belə deyir. Allah deyir ki, mən bir dənə sən yaratmışam. Baxın, sözə bax. Allah bir dənə sən yaradır. Bu sən kimindir? Allah'ındır da, Allah yaradır. Düzdür. Bu sən tamamilə Allah'tan asılıdır. Tamamilə Allah'tan asılıdır. Həmin o sən qayıdır, düşür mərifətsiz bir aləmə, hicablara qayıdır, deyir mənəm. Halbuki o mən deyil, o elə Allah'ındır. Aydındır. Onu görməlidir. İnsanın kamilliyi bundadır ki, bu mərifətə çatar. Sonda bura çatar ki, heç nəyi yoxdur. Hətta gözü də görürsə özünün deyil, ürəyi də vurursa özünün deyil, hətta düşüncəsi də özünün deyil. Aydındır.